Bismillahirrahmanirrahim. Əziz müsəlman qardaş və bacılarım. Dünən biz Şah İsmayıl Xətai barədə olan suala cavab verdikdən sonra bugün artıq sosial şəbəkələrdə bu müzakirə obyektinə çevrilib. Hərə bir söz yazır, hətta məni təhqir edənlər də var, münafiq, kafir və s. deyilənlər. Və ən qəribəsi də bunlar bir məsələni başqa məsələyə qatırlar. Yəni biz orada Şah İsmayıl Xətainin hansı əqidədə, mənhəzdə olduğundan danışmırıq. Biz orada şəxsiyyəti öldükdən sonra, bu dünyadan köçdükdən sonra onu söymək barədə danışırıq. Bunu bizə şəriət qadağan edir. Bəziləri deyir ki, get, nə bilim, Əzizə Cəfərlinin, Nəzir Nəsiblinin kitablarını oxu, gör orada onlar onun haqqında nə yazıb. Bəli, tarixi yazıblar, amma onu təhqir ediblərmi? Zındık, xəbis, kafir və s. onun barəsində deyiblərmi? Hətta əgər deyiblərsə də, mən inanmıram ki, o adamlar onun haqqında belə desinlər, amma hətta deyiblərsə də, onlar bizim üçün istinad mənbəyi deyil. Bizim istinad mənbəyimiz nədir? Quran və Peyğəmbər sallallahu aleyhi ve sellemin səhih hədisləri. Qulaq asın. Allah subhanahu teala Ən'am surəsi 108-ci ayəsində deyir ki, وَلَا تَسُبُّ الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَسُبُّ اللّٰهِ عَدْوًا بِغَيْرِ عِلْمٍ. Allahdan qeyrisinə ibadət edənlərin ibadət etdiyi o bütləri söyməyin ki, Allahı söyməsinlər. Qayıdıb onlar da Allahı söyləyəcəklər. Və İmam Buxarinin səhihində 1393-cü hədisdə xəbər verilir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə deyir ki, Lə təsubbul əmvat, ölüləri söyməyin. İmam Tirmizi və Əhməd rahiməhullahın hədisinin tamamında, bu hədisin tamamında deyir ki, Lə təsubbul əmvat fətu'zul əhyə, ölüləri söyməyin ki, dirilərə əziyyət verməyəsiniz. Yəni onları qızışdırmayasınız, qəzəbləndirməyəsiniz. Burada məsələ Şah İsmayılın şiə sünni olması məsələsi deyil, hansı məzhəbdə, hansı təriqətdə nə etdiyi məsələsi deyil. Bəli, Şah İsmayıl Xətai şiə olub, mən sünniyəm, mən bunu belə qəbul edirəm. Mən onun o əqidəsini, mənhəcini qəbul etmirəm. Lakin şəxsiyyəti təhqir etmək, söymək, bunu Allah subhanahu teala bizə qadağan edir. Peyğəmbər sallallahu aleyhi ve sellem də qadağan edir. Və ən gözəli də Peyğəmbər sallallahu aleyhi ve sellemin gözəl bir nəsiyyətidir. Deyir ki, min husni islamil mər'i tərkuhu mələ yəni. Müsəlmanın İslamının gözəlliyi ondadır ki, ona aid olmayan işlərə baş qoşmasın, müdaxilə etməsin. Bu qədər əziz müsəlmanlar. Allah hamımıza kömək olsun.